Salam, mən Rusif Hüseynov, Bakıda yaşayan tədqiqatçıyam. Ötən il içərisində həm şəxsi, həm də işlə əlaqədar məlumatların yerləşdiyi hard diskim xarab olduqda bütün faylların həmişəlik itirildiyini zənn etmişdim. Lakin internetdə kiçik bir araşdırma məni PITS Qlobal Məlumat Bərpa xidmətinə gətirib çıxardı və açığı hard diski PITS əməkdaşlarına təqdim etdiyim zaman belə məlumatların bərpa olunacağı ilə bağlı ümidim çox az idi. Lakin PITS əməkdaşları bu çətin tapşırığın öhdəsindən peşəkarcasına və məharətlə gələrək ən qısa zamanda içərisində kiçik məlumatlardan tutmuş, böyük həcmli audio-vizual materiallara qədər olan minlərlə faylın hamısını bərpa edə bildilər. Və bunu da vurğulamalıyam ki, PITS tərəfi hard diski təhvil aldıqdan sonra mənə təhvil verdikləri ana qədər ki, bütün proses boyunca hər zaman mənimlə daimi əlaqə saxlamış, prosesin gedişatı və yeniliklər haqqında mənim daima məlumatlandırmışlar. Və ödəniş, digər mövzularda da hər zaman müştəri kimi mənim mövqeyimi nəzərə almış və yenə də prosesin ən son mərhələsində özlərini professional kimi apararaq faylları mənim tərəfimdən bir-bir yoxlandıqdan sonra demək təhvil təslim həyata keçirmiş və ondan sonra ödənişi almışlar və bütün bu çətin tapşırığın öhdəsindən gəldiklərinə və mənim məlumatlarımı bərpa etdiklərinə görə bir daha PITS əməkdaşlarının hər birinə təşəkkürümü bildirirəm.